Zəfər günü bizim üçün yalnız keçmişin şərəfli xatirəsi deyil, bugünün gücü və sabahın ümididir. Gördüyünüz bu insanlar bir vaxtlar vətən uğrunda döyüşən qəhrəmanlar, bugün isə bizimlə çalışan dəyərli iş yoldaşlarımızdır. Gəlin, döyüş xatirələrini bir də onlardan dinləyək. Mən Abdullayev Şamxal Əsgəroğlu, 2-ci Qarabağ müharibəsi iştirakçısı Paşayev Zabit İlqarov. Mən Zamanzad Əhlimanoğlu. Mən Rüstəmov Yusif. Mən Camalbəyli Xəqani İftixaroğlu, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, həmçinin veteranım. hisslər çoxdur əslində, sevinc hissi var, kədər hissi var, qürur hissi var. Xəbərini eşidəndə mən rabitədə idim. Birinci rabitədən eşitdim, sonra çoxlu belə avtomat səsləri eşitdim və başa düşdüm ki, artıq müharibə başa çatıb və bütün torpaqlar azad olunub. Laçının Güləbird kəndində idi. Gecə saat 4-5 radələrində bizə əskər ərzaqı gəlmişdi, ərzaq payı gəlmişdi. Həmin anda ərzaqı gətirənlər bizə bildirdilər ki, şirniyyatı bol eləyin, bugün zəfər günüdür. Bizi təbii ki, millətimizin, xalqımızın bizə göstərdiyi dəstək ən çox o idi. Bizə ruh yüksəkliyi verir. Müharibə bitdikdən sonra hardasa 100 neçə gün sonra, yəni anamı gördüm və ilk olaraq onu qucaqladım təbii ki və bacımı, qardaşımı. Qayıtdığımda ilk anamı qucaqladım. İlk olaraq anamı qucaqladım. İlk dəfə görəndə ağladı, qucaqladı özü də. Elə bir ab-hava yaranmışdı ki, biz tanımadığımız döyüş yoldaşlarımızla belə qardaş olmuşduq. Həm döyüş yoldaşı, həm qardaş. Bir deyim var ki, dostlar gündə tanınır. Həmin dövrdə bizim hər kəsin dar günü idi. Yəni orada olan yoldaşlıqlar günü bu gün də davam edirik. Yəni çox böyük bir möhkəm yoldaşlıqlarımız var. Qələbəyə olan inamımızı ən çox gücləndirən o idi ki, biz hər birimiz bilirdik ki, bu torpaqlar bizimdir və bizim olan bizdə olmalıdır. Biz bunu geri qaytarmalıyıq. Laçının, Cəbrayılın ən ucqar kəndlərində belə bizə xalqdan gələn dəstəyi hiss edirdik. Həm fiziki olaraq, həm mənəvi olaraq. Təbii ki, məsəl üçün orada bizdə elə olub ki, yəni içməyə su belə tapmamışıq. Yəni mülki həyatda bizim nəsə qənaət etməyi, nəsə qədrini bilməyi öyrətdi bizə müharibə və döyüş. Ən vacib təcrübə o oldu ki, həyatın dəyərini bildik əslində. Onların hekayələri bizə bir həqiqəti xatırladır. Bugün bu torpaqlar fədakarlıq ruhu ilə nəfəs alır. Asparking ailəsi olaraq fəxr edirik ki, bizim də aramızda belə qəhrəmanlar var. Qalib xalqın qalib ordusu kimi biz birlikdə güclüyük.